Salam əziz dostlar, Illustrator proqramına xoş gəlmisiniz. Bu videomuzda yeni fayl yaratmaq, onu save eləməyin yolları və fərqli fayl formatları, ölçü vahidləri haqqında danışacağıq. İlk öncə proqramı açmışıq, qarşımızda belə bir görüntü var. Yuxarı hissədə New File düyməsinə klik eləyib yeni fayl yaratmağa çalışırıq. Açılmış pəncərədə yuxarı hissədə bizə standart yayılmış ölçü şablonları, templateləri təqdim eləyir. Gəlin misal üçün print seçək və printdən hamımızın tanıdığı A4 formatını seçək. A4 formatından sonra keçək sağ hissə ilə tanış olmağa. Untitled 2 yazılıb, bu faylımızın adıdır, hansını ki indi də dəyişə bilərəm, sonra da. Yaradacağım faylın eni, hündürlüyü və burada fikir verirsiniz, PT yazılıb, bu points deməkdir, müəyyən bir ölçü vahididir. İndi gəlin ölçü vahidlərinə baxaq. Əsas lazım olanların üzərindən keçəcəyik. Misal üçün piksel. Rəqəmsal dizaynlar üçün, yəni internet üçün, sosial media üçün nəsə hazırlayacaqsa, piksel formatında işləyirik. Piksel seçəndən sonra burada göstəricimizi yazarıq. Ondan sonra points, pixels, inches var. Daha çox Amerika bazarı üçün lazım olacaq bizə. Ardınca millimetr, santimetr, metr həm bizim region üçün, həm də çap materialları üçün. Yəni bir çap materialı yığırıqsa və daha detallı ölçülər lazımdırsa, onda biz millimetrlə gedəcəyik. Millimetri seçdik. A4-ümüzün ölçüsü, gələcəkdə əzbərləyəcəyimiz ölçü 210-un 297-yə. Ölçülərimizi verdik. Burada hələ ki heç nəyə müdaxilə eləmirik. Göstəricilərimiz qaydasındadır və Create-i basırıq. Yeni faylımızı yaratdıq. Gəlin indi onu save eləyək. File, yuxarıda file menyusundan Save, Illustrator folderini tutaq ki seçdik. Faylın adını qeyd edirik, A4. Buradan fayl formatlarına yüngülcə toxuna bilərik. AI görəcəksiniz bundan sonra, yəni AI. Bu Adobe Illustrator'ın öz doğma formatıdır. PDF formatını tanıyırıq. EPS formatı var. Bu köhnə vektor proqramları və ümumiyyətlə mövcud vektor proqramları arasında bir unikal format sayılır və lazım olacaq bizə SVG. Bu da ki daha balaca ölçülü, əsas da webdə, ikonlarda, loqolarda istifadə olunan bir formatdır. Save düyməsinə basırıq. Burada heç nəyə indiki zamanda müdaxilə eləmirik və OK-yi basırıq. Təbrik edirəm, biz yeni faylı yaratdıq və həmən yeni faylı save elədik. İndi isə gəlin export yoxlayaq. Export bizə niyə görə lazım olacaq? Biz yığdığımız dizaynı müştəriyə tanışlıq məqsədi ilə göndərəndə onu unikal əksər cihazların dəstəkləyəcəyi formatlarda göndərməliyik. Bu əksəriyyətimizin tanıdığı JPEG, PNG və s.dir. Export etməmişdən öncə gəlin biz burada şərti bir qrafik element çəkək, olsun bizdə düzbucaqlı və gələk File, Export və Export as-dən başlayaq. Export as. Klik edirik, istədiyimiz yeri seçirik. Burada tutaq ki olacaq. Illustrator faylını save elədiyimiz elə həmin qovluq olacaq. Gəlirik burada JPEG formatları seçə bilərik. Elə seçdik JPEG və Exportu bastıq. Export düyməsini basandan sonra növbəti pəncərə çıxır. Burada biz save edəcəyimiz faylın keyfiyyətini təyin edə bilirik. Əgər artıq yekun fayldısa onu maksimum və yaxud da ki tanışlıq üçün göndəririk, ölçüsü çox olmasın, onda medium və yaxud da ki low seçə bilərik. Başqa heç bir göstəriciyə müdaxilə eləmədən OK-yi basırıq. Növbəti export funksiyası isə File, Export və Save for Web Legacy. Biz daha çox bundan istifadə edirik. Shortcut'ı Alt, Shift, Ctrl S. Gəlirik, seçirik bunu. Gördüyünüz kimi artboardu bizə verdi. Artboardun içində bizim düzbucaqlığımızı göstərir və burada formatları seçəcəyik yuxarı hissədən. GIF-ə hələ ki toxunmuruq. JPEG yenə gördüyünüz kimi burada bizə keyfiyyət göstəricilərini verir və yaxud da ki buradan biz formatı seçə bilərik PNG 8 və yaxud da PNG 24. PNG 24 indi web üçün ən keyfiyyətli formatlardan biri sayılır və burada fikir verin, əgər bizim artboardumuzda, yəni o gördüyünüz ağ hissədə heç bir element yox idisə, onda onun üzərində nə çəkmişiksə onu göstərir və kənarlar hamısı bax belə şəffaf görsənir. O niyə görədir? Çünki bizdə burada transparency funksiyası check olunub, aktivdir. Əgər mən buradan transparency funksiyasını söndürsəm, mənim o artboardum ağ piksellər kimi görsənəcək. Yekun materialda, yekun nəticədə burada ağ piksellər görsənəcək. Transparency istəyirəmsə, arxası şəffaf olmağını istəyirəmsə yandırıram, istəmirəmsə bunu söndürürəm. Eləcə də biz baxa bilərik ki, A4 formatını
piksellərə çevirəndə, yəni piksel qarşılığında çox kiçik olur 595-in 842-yə. Biz burdan ölçünü böyütmək üçün, misal üçün 1500 ölçüsündə göndərmək istəyiriksə, 1500 pikselin proporsional olaraq artır 2123 pikselə. Biz burada bunun göstəricisini də böyüdüb, buradan save düyməsinə basıb, yenə də həmin folderdə save eləyə bilərik. İndi gəlin baxaq görək bizim həmin o qovluğumuzda save olunan fayllar necə görsənir. Biz buna əgər details list view-sunda belə baxsaq, görəcəksiniz ki, Adobe Illustrator faylı JPEG formatında və PNG formatında. Save eləməyi, eksport eləməyi öyrəndik. Görüşək növbəti mövzularda.